Salam əziz dostlar, hipnoz. Yəqin ki, bu sözü eşidəndə ağlınıza dərhal o qorxulu filmlər gəlir, hə? Biri əlində saatı yelləyir, gözlərinizi yumursunuz və vəssalam, onun əlində bir kuklaya çevrilirsiniz. Gəlin bu səhnəni beynimizdən tamamilə silək. Çünki bugün danışacağımız hipnozun o fantaziyalarla heç bir əlaqəsi yoxdur. Əksinə, biz hər gün, hər an yaşadığımız, amma fərqində olmadığımız o gizli, o real hipnozdan danışacağıq. Bax elə bu sual bütün söhbətimizin mərkəzində dayanır. Düşünün bir, əgər bu sadəcə bir ehtimal deyilsə, əgər bu çoxumuzun hər gün yaşadığı bir reallıqdırsa, gəlin elə indi birlikdə zehnimizin bu gizli proqramlarını kəşf etməyə başlayaq. Yaxşı, əgər hipnoz filmlərdəki kimi bir şey deyilsə, bəs onda nədir? Gəlin ilk olaraq beynimizdəki o saxta, o qorxulu hipnoz obrazını bir yolluq dağıdaq. Mifi bir kənara qoyaq, reallığın nə olduğunu anlamağa çalışaq. Baxın, hipnozla bağlı ən böyük yanlış anlama və əsl həqiqət arasındakı fərq budur. O filmlərdə gördüyümüz zehnin idarə edilməsi, robota çevrilmək fikri tamamilə altını cızıram, tamamilə bir uydurmadır. Real hipnoz isə əslində bizim hər gün yaşadığımız bir şeydir. Dərin bir fokuslanma, tam bir fərqindəlik anıdır. Yəni, sevdiyiniz bir filmi izləyərkən ətraf dünyanı unutmağınız var ha, bax elə o bir hipnoz vəziyyəti. Yaxşı, mifi dağıtdıq. Bəs onda real hipnoz əslində nə deməkdir? Gəlin indi birbaşa məsələnin özünə keçək və zehnimizin bu inanılmaz, fundamental gücünü daha dərindən anlayaq. Deməli, real hipnoz yuxu deyil, əsla, əksinə yüksək bir ayıqlıq vəziyyətidir. Bir trans, dərin fokus, bütün diqqətin bir nöqtəyə kilidlənməsi halıdır. Və ən maraqlısı bilirsiniz nədir? İnsan tamamilə ayıq olanda belə bu vəziyyətə girə bilər. Məsələn, çox xarizmatik bir liderin çıxışına qulaq asanda və ya sizi çox təsirləndirən bir reklama baxanda, zehniniz təlqinlərə daha açıq olur. Və baxın, bütün mövzunun ən can alıcı nöqtəsi, ən qızıl qaydası budur. Hipnoz sadəcə və sadəcə inandırılmaqdır. Bəli, bu qədər bəsit. Əgər hər hansı bir fikir, fərqi yoxdur, bunu sizə kimsə deyib, ya da özünüz öz beyninizdə yaratmısınız, əgər o fikir sizin şuuraltınıza girib, sizi tamamilə inandıra bilibsə, deməli siz artıq hipnoz altındasınız. Mən bunu bacarmaram inancı da bir hipnozdur, mən güclüyəm inancı da bir hipnozdur. Hipnozun sadəcə inandırılmaq olduğunu anladıq. Amma bilirsiniz, problem də elə burada başlayır. Çünki bizi inandıran hər fikir pozitiv deyil, elə deyilmi? İndi gəldik əsas təhlükəyə, negativ hipnoz. Bu, bizim xəbərimiz belə olmadan, şuurlu razılığımız olmadan həyatımızı idarə edən gizli bir mexanizmdir. Bu anlayışı daha yaxşı başa düşmək üçün gəlin çoxumuzun bildiyi bir misala, bir fobiyaya baxaq. Təsəvvür edin ki, bir insan liftdən dəhşətli dərəcədə qorxur. Sadəcə liftdə qalmaqdan yox, liftdə qalma ehtimalının özündən belə qorxur. Yəni bu qorxu məntiqli izah olunmur. Çünki həmin insan şuurlu şəkildə bilir ki, liftlər əslində təhlükəsizdir. Amma məntiq burada tamamilə gücsüzdür. Niyə? Çünki bu, keçmişdə yaşanan hər hansı bir hadisə zamanı şuur altına yazılmış dərin, köklü bir inancdır, bir təlqindir. Beyin artıq buna inanır və hər dəfə lifti görən kimi o qorxu proqramını avtomatik olaraq işə salır. Baxın, negativ hipnozun tərifi məhz budur. Keçmişdəki bir mənfi fikir, bugün sizin davranışlarınızı idarə edən avtomatik bir proqrama çevrilir. Eyni mexanizm zəlzələ qorxusunda, sosial fobiyada, o insanların içində rəzil olaram düşüncəsində də işləyir. Zehin o qorxuya elə hipnotik şəkildə fokuslanıb ki, o düşüncə döngüsündən bir cür çıxa bilmir. Yaxşı, problemi və onun necə işlədiyini anladıq. Bəs bu zəncirləri necə qıra bilərik? Çıxış yolu nədir? İndi problemdən həllə, yəni çıxış yoluna keçirik. Pozitiv hipnoz bu negativ proqramları yenidən yazmaq üçün bizim əlimizdəki ən güclü, ən təsirli terapevtik açardır. Bu cümlə bütün yanaşmamızın təməl daşıdır. Mənası çox sadədir. Psixoloji problemlərimizin əksəriyyəti əslində şuuraltımıza yerləşmiş negativ hipnozlardır və bir inancı aradan qaldırmağın yeganə yolu onu başqa, daha güclü bir inancla əvəz etməkdir. Bizim terapevtik prosesimiz də məhz bu 3 sadə addımdan ibarətdir. Əvvəlcə o köhnə, zərərli proqramı, yəni negativ hipnozu tapırıq, sonra onun gücünü, təsirini pozuruq və nəhayət onun yerinə insana güc verən yeni, pozitiv bir inancı, yəni pozitiv hipnozu yerləşdiririk. Bu baş verən andan etibarən insan əvvəllər qorxduğu vəziyyətlərdə özünü daha güclü, daha rahat hiss etməyə başlayır. İndiyə qədər daha çox fərdi qorxulardan danışdıq. Amma gəlin məsələyə biraz da geniş baxaq. Bəs cəmiyyətdən, mediadan gələn o incə, o gizli təlqinlər necə?
Fərqində olmadan hamımızın məruz qaldığı o kollektiv hipnozlar həyatımıza tam sahib çıxmaq üçün bu təsirləri də anlamağımız şərtdir. Bax buna kollektiv hipnoz deyilir. Bir fikir, məsələn, gözəl olmaq üçün mütləq arıq olmalısan fikri, media, reklamlar cəmiyyət tərəfindən o qədər çox təkrarlanır ki, bir müddət sonra biz onu heç sorğulamırıq, bir həqiqət kimi qəbul edirik. Və bu təlqinlər bizim dəyərlərimizi, seçimlərimizi, hətta özümüzə olan münasibətimizi belə formalaşdırır. Məsələn, bəzən eşidirik, mənim bəxtim həmişə pis insanları tapır və ya mən su içsəm də kökəlirəm. Bilirsiniz, bunlar sadəcə cümlələr deyil. Bunlar insanın özünə tətbiq etdiyi güclü negativ hipnozlardır, şuuraltı proqramlardır və insan fərqinə belə varmadan bütün həyatını, bütün davranışlarını bu məhdudlaşdırıcı inanca görə dizayn edir. Elə isə gəlin bir saniyəlik dayanaq və tam səmimiyyətlə özümüzə bu sualı verək. Hazırsınız. Mənim qərarlarım, mənim qorxularım, həyatda seçdiyim yollar, bunlar həqiqətən də mənim özümə aiddir? Yoxsa bəlkə də bütün bunlar illər boyu fərqinə belə varmadan qəbul etdiyim o gizli təlqinlərin, o hipnozların bir nəticəsidir. Elə isə hədəfimiz, missiyamız bu olmalıdır. Başqalarının təlqinləri ilə formalaşan və sizi məhdudlaşdıran bütün o negativ hipnozları pozmaq. Onların yerinə öz seçdiyiniz, sizi gücləndirən, sizi irəli aparan pozitiv hipnozun təsiri altına girmək. Ən əsası isə həyatınızın sükanını yenidən öz əllərinizə almaqdır. Bu dəyərli vaxtınızı ayırıb dinlədiyiniz üçün sizə təşəkkür edirəm. Unutmayın, zehniniz sizin ən güclü alətinizdir. Onu necə proqramlaşdırmaq isə tamamilə sizin öz əlinizdədir. Sevgilərlə.